Əvvəl salamlayırıq. Şəhidimiz sizin xatirənizdə necə qalıb? Necə xatırlayırsınız? Şəhid mənim xatirəmdə çox gözəl qalıb. Çox gözəl bala idi, çox gözəl ürəyi var idi. Cəsur oğlan idi, heç nədən qorxmurdu. Əsgərliyə də sevə-sevə getdi. Uça-uça getdi. Elə deyirdi ki, mən Haçan əsgər gedərəm. O qardaşı 44 günlük müharibəsində iştirak eləyəndə onun hələ yaşı çatmırdı onda. Elə deyirdi, ana kəşkərə mənim də yaşım çatardı, mən də orada olardım. Deyirdim, elə niyə deyirsən ana qurban, qardaşın oradadır da. Qardaşım da ailəli idi, deyirdi, yox o ailəlidir, mən subayım, kəşkərə bir şey olanda da mənə olardı, o ailəlidir. Deyirdim, elə demə, sən də balasan, o da baladır. Nə bilim, gedəndə də çox belə sevə-sevə getdi. Haçan danışırdı, deyir, ana yaxşıyam, narahat olma. Nə bilim, o qədər ondan gözəl xatirələr var ki, nə bilim, deməklə qurtarmaz. Atasını, anasını sevən, vətənini sevən, qardaş bacı ürəyi yanan, çox gözəl, öz canından çox bizi istəyirdi, bizi düşünürdü. Elə bala idi. Nə bilim, Allah bütün şəhid balaların ruhunu şad eləsin, Allah onların məqamını uca eləsin. Ana üçün çox ağır dərddir, nə qədər desəm də, bir saniyədə, bir anda yadımdan çıxır. Hər birində, hər gündə onun xatirəsi var. Həyata düşürsən, onun gəzdiyi yerləri, getdiyi yolları baxırsan. Hər an mənim yadımdan, heç bir an yadımdan çıxmır. Nə bilim, Allah bütün balaları ruhunu şad eləsin, şəhid balaların. Analara da səbir versin. Amma çox ağır yükdür, çox ağır dərddir. Bala dərdi çox ağırdır. Burhanoğlu 2003-cü il aprel ayının 22-sində Bakı şəhərində anadan olmuşdur. Nurəddin Nazim Rəfiyev adına 104 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məktəbin ən yaxşı şagirdlərindən biri olmuş, təlimi, tərbiyəsi, çalışqanlığı ilə müəllimlərin hər zaman diqqətində olmağı bacarmışdır. Onun ən böyük arzusu futbolçu olmaqdır. Nurəddin müxtəlif futbol yarışlarında iştirak etmiş və uğur əldə etmişdir. Zəngəli peşəsinin irəliləmək üçün Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almışdır. Lakin tələb almamış. 2022-ci il ayının 13-də hərbi xidmətə vətəni qarşısında ordunu yerinə yetirməyə getmişdir. Nurəddin Gəncədə yerləşən en fayda hərbi hissədə xidmət göstərən zaman komandirinin və əsgər yoldaşlarının böyük hörmətini qazanmışdır. Baş ofisier olan şəxsimiz xidməti vəzifəsində ən yaxşı əsgərlərdən biri olmuşdur. 3 ay sonra bu xidmətini Kəlbəcər rayonunda davam etdirmişdir. Kəlbəcər rayonu Uzaq kəndində xidməti vəzifəsini yerinə yetirən zaman 2022-ci noyabr ayının 25-də şəhidlik zirvəsinə yüksəlmişdir. Allah rəhmət eləsin, ruhu şad olsun. Üç rəngli bayraq ilə bükülmüş tabut gəlir, içində zər zibadır, şəhid Nurəddin gəlir. Şəhid analarının yaşlı olur gözləri, dərddən taqəti qalmaz, ayaq tutmaz dizləri. Şəhid atalarının başı dikdir, əyilməz, ürəyində çəkdiyi dost tanışa deyilməz. Üç rəngli bayraq ilə bükülmüş tabut gəlir,
içində zər zibadır. Şəhid Nurəddin gəlir, şəhid Nurəddin gəlir. Məğrurluq necə də sənə yaraşır. Ay mənim o məğrur duran şəhidim. Mən kiməm? Mən sənə tərif yazım ki, səni tərif edim, Quran şəhidim. Səni tərif edir Quran Nurəddin, səni tərif edir Quran Nurəddin. Göstərdin dünyaya bu xalqın gücün, bir örnək oldun sən nəsillər üçün. Şərəflə yaşadın, şərəflə köçdün, düşmənin bağrını yaran şəhidim. Düşmənin bağrını yaran Nurəddin, düşmənin bağrını yaran Nurəddin. Sən baş əymədin zülüm zillətə, ruh verdin ruhunla bizim millətə. Qurban olum o səndəki qeyrətə, mübariz qisası alan şəhidim. Mübariz qisasını alan Nurəddin, mübariz qisasını alan Nurəddin. Məzarın başında bir qadın ağlar. Kənardan baxana görünər asan. Şəhid oğlu üçün o matəm saxlar. Bu necə talidir, Ayyaz yazan. Məzarın başında bir qadın ağlar. Gözünün nurunu tökər torpağa. Könlünün gözündən bir nur qoparar. Ömürlük çıraq tək əkər torpağa. Ömürlük çıraq tək əkər torpağa, ömürlük çıraq tək əkər torpağa. Bu uğur, qələbə, zəfər sənindir. Cənnətə aparan səfər sənindir. Bu gücün çatdığı vüqar sənindir. Üçrəngi bayraqda uyan şəhidim. Üçrəngi bayraqda uyan Nurəddin, üçrəngi bayraqda uyan Nurəddin. Nur üzlü Nurəddin, rahat uyu, yat. Vətənin azaddır, torpağın azad. Qanın yağdığına təmizlədiyin basmaz torpağına bir də yad ayaq. Basmaz torpağına bir də yad ayaq, basmaz torpağına bir də yad ayaq. Sinəsini düşmənə sipər edənlər qorxmadı, ömrünü itirəcəkdir. Vətən öz uğruna şəhid gedənin yerində min oğul bitirəcəkdir. Danışmaq çətindir xatirələrdən, hansına toxunsan həyat qoxuyur. Bizə köçənlərdən qalan rəsmlər ürəyi sızladan nəğmə oxuyur. Səbrinə şahidəm sənin, Nurəddin. Bizim də yolumuz ölümdən keçir. Həyat insanlara film səhnəsi, şəhidlik ən gözəl bölümdən keçir. Şəhidlik ən gözəl bölümdən keçir, şəhidlik ən gözəl bölümdən keçir. Bugün şəhadətə yüksəlmişəm mən. Tək bölünməsin, qoy ana vətən. Ruhum sizinlədir, köçüb türbədən. Qoymadın düşməni, girsin yurduma. Fəxr elə mənimlə, ağlama ana. Fəxr elə oğlunla, ağlama ana. Fəxr elə oğlunla, ağlama ana. Şəhidlik ən uca zirvədir inan. Bunu təsdiq edir müqəddəs Quran. Mən amaya çatmaz zirvədə duran. Cənnəti bəxş edir Rəbbim quluna. Fəxr elə mənimlə, ağlama ana. Fəxr elə oğlunla, ağlama ana. Fəxr elə oğlunla, ağlama ana. Bir daha Suraxanın üzrə başçısı Cənab Adiləyevin adından şəhid ailəsinə və bütün şəhid ailələrinə ümumiyyətlə dəniz üzrə baş sağlığı veririk. Çıxış etməyəcəm, çünki uşaqlar öz sözlərimizi Allah qanıqıyla səbir versin, ömür versin, sağlıq versin. Şəhidimizin ruhu şaddır, çünki onun valideynləri hər zaman belə desək, öz qürurunu qoruyur, saxlayır, səbirini, təmkinini qoruyur, saxlayır. Allah bütün hər birimizi bu yolda, burada ziyarət edən insanları bu yolda bizi də sabit qədəm eləsin. Yəni ziyarətlərimiz davamlı olsun. Şəhidlər varkən vətən var, vətən də varkən şəhidlər var. Sağ ol deyirəm ki, Nurəddinin nüqsanında biz Qədərqanqot qəsəbəsində olan bu şəhidlər xiyabanında uyuyan hər bir şəhidimizi valideynləri ilə bircə gəlib ziyarət edirik. Söhbət təkcə buradan yetmir. Suraxanı rayonunda bizim bir neçə xiyabanımız var və 2020-nin sentyabrın
27-sində müharibə başlandı, ilk şəhidimiz ayın 29-u başladı. Və artıq 5-ci ildir ki, istər dövlət orqanları olsun, istər ictimaiyyət nümayəndələri, istər şəhid ailəsinin yaxınları olsun, istərsə də onlarla eyni dərddə olan şəhid ailələrinin digər üzvləri. Ailəni tək qoymuruq. Anın günündə, oğlum günündə gəlib ziyarət edirik. Təbii ki, şəhidimizə dəyər verməyi bacaran millətik və mən burada uşaqların çıxışlarına diqqətlə qulaq asdım. Orada bir misra həqiqətən də çox gözəl səsləndi ki, o övladlarımız döyüşlə Azərbaycan millətinin kim olduğunu bütün dünyaya göstərdilər. Və son antiterrordan sonra da bizə lazım olan suverenliyimizi əldə etdik. Və nəhayət hamımızın arzuladığımız o sülh razılaşmasını biz onlara məcbur edik. Çünki 30 ildə biz kifayət qədər itkilər verdik. Həm insan baxımından, həm torpaq baxımından, həm mənəviyyat baxımından. Çünki millət olaraq çox sıxılırdı. Və çox şükürlər olsun ki, uşaqlarımızın əziyyəti yerdə qalmadı. Biz həm torpaqlarımızı azad etdik, düzdür, çox baha başa yardım. Kifayət qədər şəhidlərimiz oldu. Allah hər birini ruhunu şad eləsin. Amma bu gün qürurluyuq. Bugün biz gəlib uşaqları ziyarət edəndə ən böyük təsəllimiz odur. Ürən atanın övladı deyil, hamımızın övladımızdır, hamımızın yaxınlardır. Və bura gələn insanları da görürəm ki, bəlkə də bəziləri heç Nurəddinin sağlığında ailərini tanımırdılar. Amma bugün Azərbaycanın bir şəhid övladı kimi gəlib ziyarət edirik. Özümüzə təbii borc bilirik. Çünki biz əldə olunan istər zəfərin, istər nailiyyətin olduğunu dərk edirik. Uşaqların burada şəhid yeməyi mən sizə deyərdim ki, ən gözəl nümunədir. Biz nə istəyirik? Bax, şəhidlərimizin istər adları, istər onların o çəkdiyi əziyyətlər, o uşaqlar vasitəsilə nəsildən nəsil ötürür. Burhan kişinin çalışdığı böyük bir kollektivin əməkdaşları GL Group adından Asif müəllim başda olmaqla bu ailəyə baş sağlığı verib bir daha şəhidimizə Allahdan rəhmət dilirik. Burhan kişini 20 ildə yaxındır tanıyıram. Kollektivdə böyük bir hörmət sahibidir. Ailə bütövlükdə kollektivimizin sevimli bir ailəsidir. Əlbəttə Burhan kişinin tərbiyə elədiyi oğul Nurəddin kimi qəhrəman olmalıydı. Nurəddin şəhidlik zirvəsinə Allahın yanında ən uca məqama yüksəlir. Biz də kollektiv adından təkcə Nurəddinin deyil, bütün şəhidlərimizə Allahdan rəhmət dilirik. Torpaqlarımızın azad olunması uğrunda canından keçən bütün qəhrəman oğullarımıza Allahdan rəhmət diləyib, məqamlarının cənnət olmasını arzuluyoruz. Burhan əmi başda olmaqla bütün şəhid valideynlərinə səbir dilirik. Sadəcə bütün millətimizi sevindirən bir məqam var ki, bugün Azərbaycan bayrağı, Azərbaycanın suverenliyi bütün ərazisi üzərində bayraq dalğalanır, suverenliyi möhkəmlənib. Başda Ali Başkomandanımız olan İlham Əliyev, Prezidentimiz Cənab Ali Başkomandanımız İlham Əliyevin siyasəti yerlərdə də əlbəttə ki, ordumuzun şücaəti və şəhidlərimizin şəhadəti hesabına bugün qürurla yaşayırıq, torpağımızın azad və suveren bütövlüyünə nail olmuşuq. Xoş gəldin deyirəm, Allah köməyiniz olsun, məni bugünkü gündə tək qoymamışsınız. Çox sağ olun, var olun, hamısına təşəkkür edirəm. Yəni buradan necə gəlmişik, buradan da Nur Mərasım yerinə gedəcəyik. Yəni Molla da deyən yerinə Nur Mərasım yerində tabi davam edəcəklər. وبارك على محمد وآل محمد وارحم محمدا وآل محمد اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات
سيما المؤمنين المغفورين المعلومين الشهداء جميعا الشهداء يا زنبان الشهداء جميعا وشهيد مرسلين بحق الفاتحة. اللهم صل على محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وآل محمد. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. إلهي نعبد الإمام حب فرض علينا نعبد ولدي حسنا ثم حسينا سادة آل رسول هو مبعوث علينا جبل فانبجست من حسنة وعشرتين وصلى الله على جميع الأنبياء والأولياء. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür hönkür ağlayıram. Balam, balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar? Nə olar? Ged evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir. Nə olar oğul? Nə olar? Gedə evimizə.
rəvadırmı sənsiz qalam? Gül qoxunu daşdan alam. Oy şəhid balam, igid balam. Nə olar? Nə olar gedək evimizə? Şəhidliyə çatan balam. Şəhidliyə çatan balam, torpaq altda yatan balam. Xəstə düşüb atan balam. Xəstə düşüb